Məmurlar öz yerlərini bilsinlər. Öz işləri ilə məşğul olsunlar. Cənab Prezidentin də dediyi kimi, Anar Əliyev, nə üçün sən öz işini görə bilmirsən? Niyə bu qədər qanunsuzluqları göz ardına qoyursan? Baxın, burada açıb bir-bir göstərərəm. Neçə dəfələrlə yatışlarım olub. İndi hal-hazırda, indi də yatışa gedirəm. Hal-hazırda nə qədər də problemin içindəyəm. Nə üçün Cənab Prezidentin qoyduğu göstərişlərə əməl olunmur Sosial Müdafiə Nazirliyində? Cənab Prezidentimizin də dediyi kimi vətəndaşları iyrəndirməyin. Sizcə bu Əmək və Əhalinin Sosial Müdafiə Naziri bizi hər şeydən iyrəndirib. Hər şeydən. Gör bizi nə vəziyyətə salmısınız ki, qıraqdakilərə özümüzü güldürmək vəziyyətinə düşmüşük biz. Yəni qıraqdakılar bizə baxıb gülürlər ki, gör bunlar nə vəziyyətdədir ki, hər hansısa bir qazi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qabağında qırğın eləyir. Qabağına bir dənə karovka qoyur, dilənir. Görün siz bizi nə hallara, nə vəziyyətlərə salmısınız. Elə başda Anar Əliyev, sən, Ramil İzayev, Ramil İzayevin bu qədər elədiyi qanunsuz hərəkətləri görmürsünüz siz? Yəni bu qədərmi çorsuz, heç nəyi görmürsünüz? Ya bir dənə bunları biz görürük, başqa heç kim görə bilmir. Nə qədər ki, əlillik təyinatım düzgün aparılmayacaq, nə qədər ki, mənə belə əziyyətlər veriləcək, o qədər də sizdən əl çəkməyəcəm. Nə Ramil İzayevdən, nə Anar Əliyevdən, heç birinizdən.